Olar yoldaşım Azade. Buyurun. Oho, hoş gördünüz. Hoş gelmişsiniz. Sağ olun. Hoş gelmişsiniz. Selam aleyküm. Sağ olun. Selam aleyküm. Buyurun, buyurun eyleşin. Oturun. Ha? Ne var, ne yok? Sağ olun, laf yaxşı. Sendeki meşedeki kahramanlığına göre tebrik ediyorum. Çok sağ olun yoldaşım Azade. Gazette okudum. Bu da bir vəzifədir. Yaxşı, ikinizin de gündüz okumağınız maddi cəhətdən sizə çətinlik törətməyəcək. Görək dərsdən sonra özümə iş tapam. Elbette çetin olacak. Tələbəlik illərində mənim də başıma gəlib. Yuxsuz gecələr, bir gün dözürsən, 2 gün dözürsən, 1 ay dözürsən, 2 ay dözürsən, sonra dərs satladın başına, girmir 2 gün. Mən də valih edirəm ki, sənə çətin olar. Elbette çetin olacak. İmtahanlara necə hazırlaşırsınız? Qəsdən kəsməsələr imtahan verərik. Elbette vicdansız adamlar olur, ancaq siz hazırlaşın. Kəsməzlər. Biz hazırlaşmışıq, özü də laf ürəklə imtahan verəcəyik. Yaxşı, tutaq ki, valih cinayətkarların əlindən yanıqlı olduğu üçün hüquq fakültəsini seçir. Və siz? Mən də inşaat institutundan. Laf yaxşı. Yəqin ki, yataqxanada qalacaqsınız, hə? Xeyr, istəyirik, kirayə də olsa ucuz, balaca bir otaq tapaq. Uşaqlar, bilirsiniz, burada da ev məsələsi çətindir. Şəhər böyüdür, cəmaatın sayı da gün-gündən artır. Hey, tikirlər çatmır ki, çatmır. Özdə gərək axı növbəyə durasınız. Göhər, məni Evlər İdarəsinin rəisi Salmanovla çalışdır. Ancaq biraz tez elə. Bəli? Alo, sizinlə danışan Muradzadedir. Bilirsiniz yoldaş Salmanov, mənim yaxşı tanıdığım 2 gənc, cavan bir qız və oğlan çoxdandır ki nişanlıdırlar. Evləri olmadığından ailə qura bilmirlər. Bəlkə siz onlara bir kömək eləyəsən? Müvəqqəti də olsa. Çox sağ olun. Sağ olun. Elə bu dəqiqə göndərirəm yanınıza. Sağ olun. Elə indicə gedin Evlər İdarəsinin rəisi Salmanovun yanına. O əlindən gələn kömək sizə əsirgəməyəcək. İşdə əgər get-gələ salsa, incilin. Yaxşı. Sağ olun. Sağ olun. Çox sağ olun. Telefonla zəng vurub imtahanların gedişi haqqında mənə xəbər verərsiniz. Yaxşı? Baş. Məndən Ceyran xanıma da salam deyin. Çox sağ olun. Yaxşı. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Asla! Bir tane tersime çalmaya. Aziz dostlar, bugün bizim tikintinin 2 cavanı özünə ailə həyatı qurur. Onların adından, bütün tikinti işçilərimiz adından hamınıza hoş gelmişsiniz deyirəm. Hoş geldiniz. Məni Qabaçqa! əgər lazımsa, gəlin görə siz özünüz nə istəyirsiniz? Ver tapançanı. Nə tapanca? Ay yoldaş! Çıxar tapançanı! Ay baba, beri gel görün, beri gel. Sen ne diyorsun ay xala? Bu, nədir, niyə belə istəyirsən? Mən aldadığımla başa düşdüm ki, bu yalancı tapanca. Otur yerine xala. İstəmirsən, bu. Ay, He, buyurun tapançanı. Sen atan bu değildi. Kalk benimle gidelim. Ay yoldaş söylesin. Yoldaş sen. Ay canım. Niye toyun sevincini pozursunuz? Bağışlayın, sizi görmedim yoldaş deputat. Məni gördünüz, görmədiniz. Niyə cəmaata inanmırsınız? Üzr istəyirəm, Ceylan xanım. Məndən üzr istəmək lazım deyil. Burada oturan yoldaşlardan üzr istəyim.
Böyük bir tikintinin işçiləridir. Rayondan gəliblər, özlərinə toy eləyirlər. Üzr istəyirəm yoldaşlar. Olan şey. Biz istediz oldu yaxşı. Özünüz deyləşiniz. Sağ olun, ben gedim. Evlenenlere hoşbəxtlik arzu ederim. Bizlərdə toya gələn qayıtmaz. Yaxşı, onda icazə verin gedim. Bu saat gelirim. Hadi amma mutlaq qayıt. Mutlak gelirim. Tez qayıt. Toy kim ağam? Sağ olun. Heç nə. Yo, de görüm, niye kırık kimsin? Toyumuzun iş səsi niyə belə bəd qarşılandı? Leytinatın gelişen düşmanı. Hə. Sarı, yine mühüm asırı verirsen. Girişi doldu. Leytinat üzüksüzde tutardı. Tekrar sizden Hoş bu başkanız. Recep Hanım'ımızın badesini doldur. Ayşe'leri bir sağlık. İcazə verin. Bu badəni içim, beyle gelinin sağlığına. Arzu ederim ki onlar dünyanın en xoşbəxt insanları olsunlar. Çok sağ olsun. Hoşbaht olsunlar. Çok sağ olun, çok sağ olun. Karamelin, Ayşe'lilik. Bir daha. Acılsın elimin bayramına, el obağıstanı. Koy sevinsin elimin zəhmətinə, zəhmətəmi aldı. Aləm heyran sədaqət saf məhəbbət, qoy bizə yar olsun. Qəhrəmanı şəninə nəhmə deyər, qoy kamaltar olsun. Aləm heyran olur, bizim bu büsata. Tikinti işçiler adından tebrik ederim. Hoşbəxt olun. Sağ olun. Bir bak sağlık.
Sarış. Dostlar toy günü bize yaman xəcalat verdiler ha. Ev yoxdur, vaxt gələr biz də onların xəcalətlərini Ha, ona söz olanmaz. Axı indi mən balamının şoferiyəm. Sağ olsun qonşumuz şofer bəli. O düzəltdi. Təzə Volqadır. Kimin təzə işi necədir? Simuzar xanımın ətri olmasa, deyəsən pis deyil. Simuzər xanım kimdir? Balamının arvadı. Çox ətir vurmuşdu. Ha, yaman. Sənin xanımla nə işin vardı? Mənim ondan işim yoxdur. Deyəsən, onun məndən işi olacaq. Onun səninlə nə işi ola bilər? Görünür, onu da maşında gəzdirməliyəm. Cavandır, Bizdən 14-15 yaş böyük olar. qəşəkdir. Qəşəng olmağına qəşəngdir. Amma adam elə baxır ki, elə bil bu saat ley kimi şığıyıb səni caynağına alacaq. Gözlə səni caynağına almasın. Sən zarafat edirsən. Amma o arvadın qabağında mən özümü belə bir tərs edirəm, gücsüz kimi. Vale, sən elə deyirsən ki, adam elə bilər o qadın cadugardır, nədir? Görünür baləmi də o da cadugərdirlər ki, Simuzər xanımın üstündə 1 milyonluq daşqaş var. Yoxsa o maaşla zad olan iş deyil. Ay Ha. mansız, tut sənin üzünə. Ay bacı, niyə elə eləyirsən? Axı gözər batdı. Nə var adə, sən azları qalmır. Çüşkanın biri çüşka. Vale, qurban olum, işin yoxdur. Dünən Vəlinin arvadı Məsmə bacı bizə gəlmişdi. Ha. Dedi, Nabadə o zabitənin işinə qarışsız. Elə həyasızdır ki, aləmi tökər bura, üstəlik şər də atar. Axı yöndə o anasını nə üstə döyürdü? Heç nə, qazın üstündə nə zəhrimarsa bişirilmiş, anasına tapşırıb xoraya bax daşmasın. Qarı yazığın duşu zadı har dedi. Yadından çıxıb baxsın, qazan da daşıb. Sən bir dünyanın işinə bax. Salam. Salam səni bər. Salam. Sən var bacı? Atan bu taxtları ne üçün bura yığdırıb? Atam balkonu şəbənd eləmək istəyir. Ona görə də bu taxtaları bura yığıb. Həyat çox dardır, evə də girməyə mane olur. Nə bilim valla. Sana kastırmamışsın, ne oldu? Odur özü də gəlir. Özü də danışsaz yaxşı. Bağırma. Ağa Bəşir əmi, salam. Salam. Görürsünüz bu taxtlar bizim yolumuz kəsib, evə girməyə mane olur. Mane olur. Bəli. Yaxşı, indi siz varsınız deyə. Mən özümə balkon düzəltdirmeyim. Niyə düzəltdirmirsiniz? Görürsünüz ki, bu taxtlar yolumuzu kəsib. Həm də axı qadın xeylağı var. Qaydın xeylaq olsun da. Nə ola? Şah balası değilsiniz ki. Yaxşı, bəs nə vaxt götürəcəksiniz taxtları buradan? Nə vaxt balkonu qayıtdırıb qurtarsam ondan Ağa Bəşir əmi, bax bu məhəllədə qovumuz çoxdur. İstəyirsiniz taxtları yığa onları verin həyətinə, lap eləmə özüm daşıyaram. Hə. Sən daşıyarsan? Bəli. Taxtalar orada duracaq. Mən malımı aparıb xalqın qapısına tökə bilmərəm. Daşıyaram. Vale, Vale, qurban olum, işin yoxdur, Vale. Vale. Vale, eləmə. Vale. Adam oldu. Nə qayırsan? Bırak görüm. Vale. Neyi bırakma? Bırak görüm. Ne bunlar? Bırak beni. Bana ağam etti. Vale, qurban olum. Ağam etti. Bana gül bana. Geldim. Görmüşsün, adamlar ne görmüşsün? O görmüşsün, ben o güne varmışım ki ben tahtama aparıp küçüğe töksün. O da harda kırılmışsın ha? Ağam eşi o güne kalım ki. Her bir tane tutsun, biri onun başına oynasın. O da görmüşsün. O da görmüşsün. Bura bak ha. O taxtalarınızda küçüğe tullamışsan sinəsiyle qaytar yerine. Heç olmasa sən başa düş. Bu taxtlar yolumuz kəsib, evə girə bilmirik. Yaxşı olub ki, bak tünün mülk kalmış ya. Yaxşı da ne? Alam, bırak alam. Ay, çırpa. Vale, qurban olum, bəsdir. Vale, gəl gedək. Vale. Xahiş edirik. Arvadza deyəsiz, bizlə iş olmasın. Uşağı da qoymasın qapıya mıxçala. Dərs oxuya bilmirik. Bilməmişdi. Sizin uşağınız var diye biz divara mıx vurmayaq. Yaxşı, baxarıq. Baxarıq, mən danışarım. Vale, qurban olum, bəsdir. Onda İşin deyir yoxdur, ki, Vale. biz necə şəni əzib, evin yırtıq deşiklərinə doldurub sıçanlardan xilas olduq, elə də gərək pis adamların nəfəsini kəsəsən. Yoxsa alaq otu kimi dünyanı basarlar. Qoy cəhənnəm olsunlar, Vale. Dünya elə onlardan ibarət deyil ki. Bizim Murazadə kimi, Ceyran xala kimi, Güllü bəyim xala kimi dostlarımız var. Gəl gedək, Vale, qurban olum, gəl. Bəsdir, Vale.
Salam Sümüzə xanım. Salam, salam. Geç içeri. Geç. Aşağıda gözləyirəm xanım. Vali. Hiç bilmirəm səni nə vaxt əhliləşdirəcəyim. Nəyi məhəlləşdəyiz xanım? Vəşdat deyiləm ki. Otur. Benimle biraz konyak vur. Maşında içim olmaz xanım. Ben deyirəm, naçısı var. Götür. Yox xanım, mən onu bacarmayacağım. Ah, Vali. Hiç bilmirəm seninle neyliyim. Ben senin hoşuna gelmirəm. Siz kimin xoşuna gəlməz xanım? Siz dünyaya meydan oxuyan gözəl bir xanımsınız. Hamıya meydan oxusaydım, bugüne qalmazdım. Nə günə qalmış xanım? O gecə qonaqlar Balami ilə sizin bir-birinizə olan məhəbbətiniz haqqında gözəl sözlər deyirlər. Belə çıxırdı ki, Balami ilə siz bir-birinizə çox sədaqətlisiniz. Bəsdir. Bəsdir. Mənim sədaqət sözündən lap zəhləm gedir. Nə danışırsınız? Elə gözəl sözdən də adamın acığı gələrmi? Vali. Sen yamansın Vali. Məndən işiniz var. İş olmazsa da yamazsan. Bəlkə idarədə rəisinə lazım oldum. Lazım olarsa zəng vurar bura. Məndən başqa işiniz yoxdur ki. Yaxşı. Bağışla. Nə olub siz Müzər xanım? Axı nə olub sizə? Mənə olub ki, içim özünü yandırır, çölüm özgəni. Sən elə bilirsən ki, mən bu daş qaşının içində xoşbaxtlıqdan sərməst olmuşam. Daha bilmirsən ki, bu dünyada məndən bədbaxt qadın yoxdur. Niyə elə deyirsiniz Müzər xanım? Demə mənə xanım. Tüpürüm xanımlığa da, reisliyə də. Bunlar mənim cavanlığımı, xoşbaxtlığımı əlimdən aldı. Mən yaşamıram. Mən nifrət edirəm. Həsəd aparar. Axı siz kimə nifrət edirsiniz? Kimə həsəd aparırsınız? Mən öz ərimə nifrət edirəm. Sizin kimi oğlanların istekli nişanlarına isə həsəd aparıram. Həsəd. Axı mən də gözəldim. Axı mən də istədiyim oğlana gedə bilərdim. Mən də bütün ürəyimlə yaşaya bilərdim. Bəs axı nə oldu? Ne üçün siz istəməyə Balamiyə getmişsiniz? Məcbur olmuşam. Ailəmizə görə. Atam böyük bir mağazada fəhlə işləyirdi. Mən orta məktəbi oxuyub qurtardığım ili atamı həmin mağazaya, atamın işlədiyi mağazaya Balamini müdir təyin etdilər. Odur ki, böyük bir mağazanın müdiri Balaminin mənə elçi düşməsi evimizdə toy bayrama çevrildi. Bəs Balami o vaxtacan hələ evlənməmişdi? Evlənib. Arvadının uşağı olmadığı için boşayıb. Sevmirdim onu. Zəhləm gedirdi. Şit gülüşündən. Özünü istəməsəniz də dövlətini, brilyantlarını, qonaqlıqlarını istədiniz. Ne etmeli? Görünür bir şeye yapışmak, bir şeyden bend olmak lazımdı.
Bilirsən Vali, mənə elə gəlir ki, başdan ayağa günah içində olduğum üçün taley məni cəzalandırır. Mən öz xoşbaxtlığımı tapa bilmərəm Vali. Siz günah deyəndə nəyi nəzərə tutursunuz? Nəyi? Nəyi? Bu ev eşiği. Bu brilliantları. Yəqin sən bilirsən ki, bütün bunlar Balayımın maaşı ilə düzələn şeylər deyil. Mənim atam adam halal zəhmətlə dolanmış. Haram tikə görməmişlər. Mənsə... Papra çəkmək olar. Hə, buyurun. Çox sağ olun. Öz siqaretimi adət eləmişəm. Ondan çəksəm pis öyrənirəm. Buyurun. Sağ olun. Simuzar xanım, indi ki bilirsiniz, bu dövlət, bu vurxa vur, düz yolla olan iş deyil. Ne için tüpürüp getmirsiniz? Ne tezin framazlı? Bu çok sade bir meseledir. Hara gedin? Ali təhsilim yox. Yaş çatıb 34-ə. Geden öyle şeylere bakmaz. Eğer siz həqiqətən də Balamidən xilas olmaq istəyirsinizsə, mən sizə kömək eləyə bilərəm. Sən? Bəli, mən. Ne üçün təəccüb edirsiniz? Görünür sən Balayımını yaxşı tanımamısan. Onun yumuşaq görsənməyinə baxırsan. Onun elə tanışları var ki, istədiyin adamı yoldan edər. Mən elə eləyə bilərəm ki, Balaminin 7 arxa dönən də gəlsə, nə sizə, nə də ailənizə gözünüz üstə qaşın var deyə bilməz. Yox. Yox. Hələlik heç nə eləməyin. Elə bilin ki, bu barədə mən sizə heç bir şey deməmişəm. Qoy bu sir öz aramızda qalsın. Vali, sən yaxşı olmazsan, Vali. Sən heç kəsə oxşamırsan. Əvvəl gündən hiss etmişəm. Heç inana bilmirəm ki, istəmədiyin, nifrət elədiyin adamla necə yaşamaq olar? Sümbüzər xanım, başa düşürəm. Nə danışmışsınızsa qalacaq bu otaqda. Ancaq təkrar edirəm ki, mən sizə hər cür kömək etməyə hazır idim. İndi ki istəmirsiniz, günah öz boynuza. Xudahafiz. Salam. Salam. Siz Sarıköy'ne değilsiz. Gəlim mənəm. Gelmiyor olar. Buyurun gəlin. Buyurun əyləşin. Sağ ol.
Yəqin belə bir qonaq heç ağlımıza gəlməzdi. Bağışlayın, siz kimsiz? Mən mən böyük bir adamın katibəsiyəm. Sizə baxıram, fikirləşirəm ki, o böyük adam sizə vurulmaqda doğrudan da haqlıymış. Hansı böyük adam? Siz nə danışırsınız? Qaş, göz, boy, buxun, bel nazik. Saatın xoş bir vaxtında yaranmışsınız gözəl qız. Açıq deyin, niyə gəlmisiniz? Səsini ucaltma. Qonşu arvad qulaq asır. Cəhənnəmə qulaq asır. Sizə nə lazımdır? Şəxsən mənə heç nə lazım deyil. Mən o böyük adamın xahişi ilə gəlmişəm. O böyük adam sizə o qədər vurulmuşdur ki, bugün səhərəcən gözünə yuxu getməmişdir. O adam da qələt edir, siz də. Heç bilirsən o böyük adam kimdir? Bilmək də istəmirəm, zəhmət çəkin bayra. O böyük adam sənin ərinin rəisi Bala əmidir. Bəli, bəli, Bala əmi and içir ki, əgər onun məhəbbətinə yaxşı cavab versən, səni də, ərini də dünya malından qəni eləyəcək. Deyir ki, sizə bu yaxınlarda 3 otaqlı kvartira düzəldəcək. Hələ üstəlik, ərini daşbaşlı bir işə düzəldəcək. Deyir ki, əgər ona hə desən, sizə bu yaxınlarda son markalı bir Jiguli maşını da alacaq. Hə, razısan? Hə? Nə var? Ağız! Ağız saçmış sənin belə minnetin olsun Bala əmiyə! Buna bir baxa! Ağız bırak! Cəhənnəm ola! Bunun bir tərtörünə bax, saçlarımı yol ver! Buna bir baxa! Uy! Sarışka! Ne oldu Sarışka? Niye ağlıyorsun? Olub ki, sənin rəisin balamı bura hara düzəldən göndərmişdi. Qovdum. Belə alçaqlığı səndən gizlədə bilməzdim. Eyleydin sözünden niye ağlıyorsun? Vale, qurbanın olum. Gəl ikimiz də köçək qiyabıya. Qayda gedək tikintiyə. Orada biz o qədər xoşbəxtdik ki, heç bilmirdik gün hardan çıxır, hardan batırdı. Vale, qurban olum, gəl qayda. Hiç yere gitmeyecek. Durup donuz baleminin elinden kaçacak. Geç şuraya gel. Təzə İtalya filmi gəlib. Bilet almışam. O əclafın hərəkəti barədə düşünmə. Sən sabah onu yeni maşından aparacaqsın işə. Sən o barədə heç narahat olma. Ayrı yerdə iş taparam. O məni hara göndərirdi, gedirdi. Nə iş buyururdu, yerinə yetirirdi. İstirahat günü deyirdi, gəl, gəlirdi. Demək, üstəlik olaraq mənim namusuma da əl uzatmaq istəyir. Yaxşı, baxarıq. Qoy o əldə bəslənmiş donuz görsün ki, analar necə oğullar doğub. Çok sağ olun. Çok sağ olun Yoldaş Mehmet'im. Sağ olun.
O ne biabırçılığı törətmisən? Mən kişiyəm, yoldaş Murazadə. Kişi arvadının namusunu müdafiə eləməyə borcludur. Sen hiç bilirsen ki o boyda idarenin müdürünü cemaat karşısında biabır eləmək nə deməkdir? Yoldaş Murazadə, elə mən istədim cemaat görsün ki, böyük bir idarəyə başçılıq edən necə adamdır. Bir də ki, mən ondan başqa nə cür qisas ala bilərdim. Qisas? Demək istəyirəm ki, mənim cavan arvadımı əxlaqsızlığa çağıran bir canini başqa nə cür cəzalandıra bilərdim. İnsanların hakkını, namusunu korumak için hükümetin özde qayda kanunları var. Anarşi zat değil ki, herkes sen cinayetkarı özü cezalandırsın. Özün de hele hukuk fakültesinde okuyursan. Düzdür. Ancaq çox fikirləşəndən sonra baxıb gördüm ki, Baləmiyə heç nə sübut eləyə bilməyəcəyəm. Sübut eləsəm də əhəmiyyəti olmayacaq. Axı ne için sen elə fikirləşirdin? Ona görə ki, yoldaş Murazadə, Vətəgədə çox kasıb bir balıqçı evinə 2 kütüm apardığı üçün tutub ona 2 iriş verdilər. Amma 10 ildən artıqdır ki, Kürün, Xəzərin ən yaxşı balıqları, kürləri Baləminin evinə daşınır. Heç kəs ona göz üstə qaşın var demir. Sen bunları hardan bilirsen? Mənim bilməyəm bir yana. Bütün fəhlələr bunu bilir. Bəs niye seslerini çıkarmırlar? Onların buna hakkı var. O balıkçının adı famili nedir? Dadaş Hüseynoğlu. Neftçalada bütün fəhlələr bunu tanıyır. Özünün də 6 baş ailəsi var. Bir uşağı da xəstə. Yaxşı get. Sağ ol. Valih cemaat karşısında balamını biabır eləyəndə elə bilib ki, ondan amansız intikam alıb. Day demir ki, beləncinin üstüne tüpür. Ancaq vəzifəsini əlindən alma. Qoy ailesinin namusu tapdansın. Ancaq sandığı pulla, qızılla dolu olsun. Balami baba şöyle bırakın içeri. Gelmiyorlar yoldaş Muratzade. Salam yoldaş Muratzade. Oturmalılar yoldaş Muratzade. Oturun. Sizden bir söz soruşmak istedim. Buyurun. Buyurun yoldaş Muratzade. Niye Polkovnik Bəhmənliyə haklı olarak sizi cemaat içinde biabır eleyen adamın öz sürücünüz olduğunu dememişsiniz? Simuzer Hanım'ın qabqacağı mənim başımda sındırmağından korktum yoldaş Muratzade. Siz de kişisiniz, bilirsiniz ki belə şeyler hərdən bir olur. Kadına vurulmak kişinin özelinde değil ki yoldaş Muratzade. Deməli, gözəllere bigane qalabilmirsiniz. Deyirlər, Silva da güzel kadın. Yoldaş Muratzade, siz böhtançıların sözüne inanmayın. Mən belə bir kadın tanımıram. Tanıyırsınız. Slavodskı'da. Kafkaz mehmanxanasının lüks nömrəsində şairane geçirdiğiniz günler. Oradan da Riga'ya, deniz kenarı. Ne susursuz. Yoldaş Muratzade, bir canımız var. Onu da koymuşuq bu xalqın yolunda. Əşi ildə, əyyamda indi bir yerdə
Peşman olursan gedib biraz dincələsən. Onu da bizə çox görürsüz. Niye? İstirahete hamının hakkı var. Yoldaş Muradzadə, siz məndən elə danışırsınız ki, elə bil adi bir işçi ilə danışırsınız. Mən böyük bir idarənin rəisiyəm. Əlimin altında filan qədər adam işləyir. Mənə milyonlarla haqq hesab tapşırılıb. Bütün bunlardan əlavə biz mədəni adamıq. Nə olsun ki, mənim filan qadınla tanışdığım var. Buna mətləbə nə dəxlim? İlla O ki qaldı yoldaş Muradzadə, o şofir məsələsi. Mən onun arvadı ilə tanış olmaq istədim, o razı olmadı. Mən də çəkilib oturdum bir tərəfdə. Amma bir şeyi başa düşə bilmirəm ki, polkovnik Bəhmənli məndən nə istəyir? Diller Dadaş Hüseynoğlu adında balıkçını hapse alıp 2 yıl iş verirler. Öyle değil. Dadaş. Elədir. Yaxşı bəs siz heç olmasa onun vəziyyətiyle maraqlanmasınız. Diller axı bir uşağı xəstədir. Özü də 6 baş ailə sahibidir. Maraqlanmışsan deyəndə ki, mən maraqlanıb neyniyə bilərdim yoldaş Muradzadə? Böyle kanun hamı için bir, ha? Əlbəttə, ona söz ola bilməz. Öyleyse gereği biz sizi çoktan hapse alıyorduk. Məni? Dadaş oğurluq eləyib. Bu başqa məsələ. Mən neyləmişəm? Niyə məni həbsə alırsınız? Yoldaş Muradzadə. Ben Dadaş Hüseynoğlu'nu doğru hesab eləmirəm. Ancak sizi eləyirəm. Siz çox dəhşətli oğrusunuz. Ay, sizə nə deyim, yoldaş Muradzadə? Yaman tün zarafat eləyirsiniz, ha? Siz cavan bir ailenin namusunu lekelemek istiyorsunuz. Sizin ara düzeldeniniz ona deyirdi ki, Balami seni brilyanta, daş kaşa qərq eləyəcək. Hardandı sizde o kadar pul, daş kaş? Hardandı sizde o kadar pul? Cevap verin, hardandı? Siz sosyalizm cemiyetinde yaşaya yaşaya insanı ne hakla pulla satın almak istiyorsunuz? Yoldaş Rəhimli, Balami Babaşovdan izahat alın görək. Gənc fəhlə Valih Eyvazoğlu'nun cavan xanımını necə pulla satın almaq istəyirdi və o qədər pul, daşqaş onun üçün hardandı. Bir də ki, yarım milyon qiymətində olan yaylaq mülkünü dəniz sahilində nə ilə tikdirib? Yoldaş Muradzadə. Gedin, müstəndir sırası. Yoldaş Muradzadə. Gedin. Bir mənə qulaq asın, yoldaş Muradzadə. Yoldaş Muradzadə. Yoldaş Muradzadə. Dedim gedin. O yazır ki, məni sevir. Təbrik edirəm. Çox sağ ol. Ancaq nə olsun ki? Necə nə olsun? Yoxsa sən istəmirsən? İstəyirəm, çox istəyirəm. Mən oğlanın ayrılığına dözə bilmirəm. Oğlana nə olub? Oğlana heç nə olmayıb. Gələn ay məni gəlin köçürdülər. Bəs sən nə fikirdəsən? Mən neyniyə bilərəm? Bəlkə Gülbalıya getmək istəyirsən? Nə danışırsan? İti görüm, qurdu görüm, o Gülbalanı görməyim. Axı mən sənə demişəm, ölərəm. Ancaq ona getmərəm. Ola bilməz ki, nə ona gedəsən, nə də öləsən. İxtiyarım özümdə deyil, sarı köynək. Atam, anam, bütün qohumlar belə qərara gəlib ki, mən ancaq ona getməliyəm. Sən də qət elə ki, yox. İstədiyin oğlana, sərvərə gedəcəksən. Nə danışırsan? Mən indi elə vəziyyətdəyəm ki, heç öz vəziyyətimi sənə başa sala bilmirəm. Bilirsən,
Onlar məni zorla Gülbalıya vermək istəyirlər. Axı mən sənə dedim ki, gəl səni aparaq o böyük vəzifədə olan bir adamın yanına. Dərdini də açıb deyin ona. Niyə istəmirsən? Axı bu keçmiş əyyam zat deyil. İndiki belə istəmirsən, onda Sərvər gəlib səni aparsın. Hara? Evinə, rayondakı tikintiyə. Doğru deyirsən. Doğru deyirəm. Bax, heç kəsə bir söz demədən oturacaqsınız maşına. Bir baş əmir qayasına. Ondan sonra Gülbala hey atılıb düşsün. Elə Sərvər də hər məktubda yazır ki, qoy gəlim səni aparım. Deyir qorxma, sənə heç nə eləyə bilməzlər. Bəs nəyi gözləyirsən? Bax, siz Sərvərlə bir-birinizə qoşulub gedəndən sonra Gülbalanın nə həddi var sənə bir söz deyə bilsin. 50 Gülbala kimisi heç yel olub Sərvərin yanından da ötə bilməz. İstəyirsən, biz Sərvərə zəng eləyək gəlsin. Qalandı burada məsləhətləşərik. Bəs sonra? Sonra? Sonra da babalı Sərvərin boynuna. Ay qız, ayıb deyil, heç məştuba Sərvərin sevgilisini əlindən ala bilməyib. Sən belə acizli eləyirsən. Siz nə vaxt Sərvərə zəng eləyə bilərsiniz? Lap günü sabah. Elə siz zəng eləyin. Deyin qoy gəlib məni aparsın. Deyin ki, mən ölsəm də qalsam da onun olmaq istəyirəm. Ay sağ ol, bax belə. Oo, Gül Sənubərə salamlar. Vali, Sərvərə zəng eləyək, gəlib qız aparsın. Hə, lap yaxşı. Gülbaladan qorxuram. Allah vurub Gülbalanı Sənubər. Onu da bil ki, sən taleyini bizə etibar eləməkdə, Sərvəri istəməkdə heç də səhv eləməmisən. Özün də görəcəksən ki, papaq altında necə oğlanlar var. Və necə qızlar var. Ay sağ ol. Ətraflı danış görüm əhvalat necə oldu. Ev sahibi Ağabəşirin qızı Sənubər, mənim dostum Sərvərə qoşulub qaçmağa söz verəndən sonra qonşumuz mənə demişdi ki, ehtiyatlı olun. O namərd gülləsi mənə atılmışdı. Sarı könəyə dəydi. Yoldaş Murazadə, əgər biz bir adama pislik etmiş olsaydıq, bizə atılan güllə məni bu qədər yandırmazdı. Profesör gelir. Ha, salam Salam profesör. Profesör, xəstənin vəziyyəti necədir? Gülle sol çiğninin altından deyip küreğinden çıkıp. Ümid var mı? Vəziyyəti çok ağırdır. Çok da kan itirib. Bəli. Zənnimcə var, ümid var. Narahat olma, narahat olma. Qorxmuram. Mən bilirəm ki, Sarköynək namərd gülləsindən ölməyəcək. Oğlan kimdir? Profesör, qızın əridir. Elədir. Yaxşı deyiblər ki, ərlə arvadın suyu bir bulaqdan götürülür. Gərək sən gözəl xanımın üçün bir qədər qanından keçəsən. Nətər yəni? Yəni sənin qanından bir qədər götürək, xanımı alıraq. Çünki çox qan itirib. İstəyirsiniz laf qanımın hamısını alın, vurun Sarköyneyə. Mənim qanım çoxdur. Hamısı lazım deyil. Lazım deyil. Yoxlayıb bir qədər vurarlar. Özün də xanımın sarıdan arxayın ol. Sağalacaq. Çox sağ olun profesör. Yaxşı. Vaxtdan ki profesör deyir sağalacaq, deməli sağalacaq. Bəli. Gedək. Sağ olun profesör. Sağ olun. Çox sağ olun. Sağ olun. Gedək. Sağ olun. Sağ olun. Sağ olun profesör. Gedək. Vali. Profesör Ali Bey sizə təklif edib ki, gəlib onun maşını sürəsiniz. Evlərin birini də versin sizə.
Bəs niyə siz onun təklifini qəbul etmədiniz? Pismə gəldi yoldaş Murazadə. Belə çıxırdı ki, yoğurmadım, yapmadım, hazırca kökə tapdım. Buradakı biz ne üçün qoltuğa qısaq? Bizim heç kəsin mərhəmətinə ehtiyacımız yoxdur. Onun özünün sizin ünsiyyətinizə ehtiyacı var. Yoldaş Murazadə, biz ömrümüz boyu professora minnətdar olacağıq. O kişi sarı köynəyi təzədən dünyaya qaytardı. Bir də ki, biz həyata atıldığımız gündən cürbəcür çətinliklərlə döş-döşə gəlmişik. Qoyun, axıra qədər vuruşaq. Təkid eləmirəm. Bu söhbətlər mənə uşaqlıqda olan bir əhvalatı xatırlatdı. Atam ovçu idi. Bir gün dağlardan qanadı bərkiməmiş bir qartal balası gətirdi. Onun üçün qəfəs düzəltdi. Doyunca ət yedirtdi. Ancaq qanadı bərkiyəndən sonra qəfəsin ağzını açıb quşu buraxdı ki, qoy havalansın. O hey yüksəkliklərə qalxıb evimizin üzərində bir dövr alırdı. Uçub getdi. Bir daha qayıtmadı. Mən atamdan soruşdum ki, ata, axı biz ona doyunca ət verdik, su verdik. Görəsən bəs niyə o qayıtmadı? Atam dedi ki, o azadlıq istədi. Dağlarda, dərələrdə şığıyıb özü quş ovlamaq istədi. Bizim verdiyimiz ət onun ömrünü mənasız eləmişdi. O öz gücünü görmək istədi. Bilirsinizmi yoldaş Murazadə? Mən həmişə özümə söz vermişəm ki, bizim, yəni Valehlə mənim aramızda bir-birimizdən gizlin heç bir arzumuz, heç bir istəyimiz olmasın. Həmçinin bizim ürəklərimiz insanlara qarşı qapalı bir sandıq olmasın. Heç gözləmədiyimiz halda professorun bizi bu cür təklifi mənə göydən düşmüş bir xoşbəxtlik kimi göründü. Ancaq Valehin razı olmamağı, elə bil məni şirin bir yuxudan oyadıb təzədən ayıq həyata qaytardı. Mənim cavan, mərd ərim gözümdə daha da ucaldı. Onun kişilik ləyaqəti, elə bil qartal qanadları tək Valehi mənim xəyalımda əl yetməz yüksəklərə qaldırdı. Sağ olun. Sağ olun uşaqlar. Mən sizi elə belə də təsəvvür eləyirdim. Siz hələ həyatda o qədər gözəl günlər görəcəksiniz ki, o güllənin 9-cu paralelin acırağısı sizin həyatınızda bir nağıl kimi qalacaq. Yoldaş Murazadə, Valehi deyirəm ki, gecələr pəncərənin taxta qapılarını örtək. Onların gülləsi boşa çıxdığı üçün istəyəcəklər yenə atsınlar. Ata bilməzlər sən sarı köynəyi. O gün qonşumuz çox gəlib dedi ki, uşaqlar, muştuluğun verin. 9-cu paralel küçəsi plana düşüb, söküb yerində təzə mikrorayon salacaqlar. Bəs bizi neyniyəcəklər? Sizə elə bir yerdə verəcəklər ki, onun pəncərəsindən daha heç kəs güllə ata bilməsin.